Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. Sfera Az Milli Aza isnadən xəbər verir ki, cütlük qonaq olduqları teleproqramda təsirli anlar yaşayıb. Afət və Fərhad efir zamanı kövrələrək göz yaşlarını saxlaya bilməyiblər. Onların səmimi münasibəti sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb. Məlumata görə, cütlük artıq toy tarixini də müəyyənləşdirib. Qarşıdakı aylarda keçiriləcək mərasimlə bağlı hazırlıqların başladığı bildirilir. Afət Rahilqızı və Fərhadın münasibəti qısa zamanda gündəmə çevrilərək izləyicilər tərəfindən təbrik və xoş arzularla qarşılanıb.